Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz talan olunmasına qarşı dekabrın 12-sindən başlayan aksiya davam edir və artıq 43 gündür ki, yüksək fəallıq və əzm nümayiş etdirən ekofəalların tələbləri dəyişməz olaraq qalır və ərazidən bugün də Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya Sülhməramlı kontingentinə aid avtomobillər maneəsiz hərəkət eləyib. Həmişə olduğu kimi etirazçılar bu səhəri də Azərbaycan himninin səsləndirilməsi ilə açdılar. Etirazların keçirilməsinə baxmayaraq, Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün daima açıqdır. Aksiyaların 43-cü günündə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya Sülhməramlarının nəqliyyat vasitələrinin keçidi təmin olundu. Gün ərzində komitəyə aid 10, Sülhməramlılara aidsə 40-dan çox nəqliyyat vasitəsinin maneəsiz hərəkətinə şərait yaradıldı. Erməni telegram kanallarında, sosial şəbəkələrin erməni segmentində, erməni kütləvi informasiya vasitələrində yayılan yolun bağlıdır fake informasiyasını tamamilə alt-üst edən bir görüntüdür. Onlar bizim tələblərimizi qəbul edənə qədər biz buradayıq. Əhvalımız heç cürə dəyişmir. Hər zaman biz əhval ruhiyyəmiz çox güclüdür. Və öz haqqımız yerinə yetirənə qədər biz buradayıq və öz haqqımızı qoruyub yerinə yetirəcəyik. Biz birlikdə güclüyük. Azərbaycan, İngilis və Rus dillərində şüarlar səsləndirən ekofəallar gecə-gündüz demədən etirazlarını davam etdirirlər. Havanın soyuq olmağına baxmayaraq onlar bir addım da geri çəkilmirlər. Bizim tələbimiz onların bizim ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərinə son qoymaq, bizim vətənimizin sərvətlərini talanına son qoymaq, durdurmaq və ekoloji monitorinq qrupunun orada daxil olmasına imkan yaratmaq. Burada yüksək motivasiya ilə davam edirik. Bütün şəraitimiz yerindədir, tam təmin olunmuşuq. Bütün tələblərimizi yerinə yetirənə qədər biz buradayıq. Xatırladaq ki, dekabrın 3-də və 7-sində Azərbaycanın bir sıra dövlət qurumu nümayəndələrinin Qarabağ iqtisadi rayonunda monitorinqi baş tutmayıb. Bundan sonra bir qrup QET fəalı, o cümlədən ekofəal dekabrın 12-sində Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyasına start veriblər. Onlar sərvətlərimizin talan olunmasına və ərazilərimizə ekoloji terrora son qoyulmayana dək aksiyaları davam etdirəcəklərini bildirirlər. Elnur Tofiq, Zaur Bayramov, Rüstəm Mikayılzadə, Mümtaz Xəlilzadə, ASTV Xəbər.